Hansı müəssisədə işləmişəm, ən pis yerə qoyublar, oraya qabağa gətirmişəm. Ancaq Gədəbəydə mümkündür. Şəxsən bir elə yerdə mən lazım olan yerdə qanunu göstərmişəm, istər vəzifəli şəxslər, ancaq Gədəbəydə göstərə bilmədim. Axır məni ilişdirirlər, vurdular, hələ cəza daşdı. Hələ də baxmırlar. Çünki qılçamdan zədələnmişdim. Zədələnməsəydi, bana heç nə eləyə bilməzdilər. Bax, budur. Gədəbəylilər mərddir. İndi bilmirəm, bu rəhbərlər tanımıram. Bəlkə də heç Gədəbəyli deyirlər. Hardansa gəliblər bir quldur yuvası. Çıxış eləyirlər. Sizə deyirəm, hesabat icrası gördüyümüz işdən danışaraq, başqa şey danışır. Mənim işləmə çəkiliş gətirmişəm. Üstündə də gəlirlər, çəkiliş yaparlar. Burada cürlərini doldururlar, bir dənə alır. Bax, o ən odur ki, mən bilirəm ki, devlət pul da ayırıb. Devlət pul da ayırıb. Oralar yardım da verib ki, bu yolun, layihənin ətrafı yaxşı olmalıdır. Biz də kömək edəyək. Bax, ora oxarı ilə, çək bu trosu oxarı ilə, həm yolun qıraqları yaşıllaşma, gələn gedən də görsün, o vurulan ziyan da yürülsün. Bax, bütün örüş yerini, bax ki, məcbur bu yol devlətin çəkilməlidir. Ora vurulan ziyanı biz bərpa eləyək də, bunu ora çək. Yoxsa gəlib bu çayın çarı, cəmaatın ən minimum dolanış yer. Bu adam, bunlara heç bir vəzifə yaraşmır. Bu Azərbaycan vətəndaşı deyirlər bu rəhbərlər. Görürlər ki, cəmaatın dolanışı yoxdur. Kömək eləməkdə, meşə də qaldırdı da. Kömək eləməkdə. Ta da divan tuturlar ki, bu dərə köçsün, burayı da biz yiyələnək. Bax, budur. Ancaq gəl, buranın müdafiə olan vaxtı, şəxsən tanıyıram, müdafiə olan vaxtı hamısı qaçıb bitmişdir. İndi sağ olsun prezidenti, Gürazanımız yaxşıdır, onlar da meydan çıxır. Prezidentimiz deyir, torpaq sizindir, gedib o döyüşənlərdir, azad eləyəndir. Hanı? Azad eləyənin deyil, azad eləyənlərə divan tuturlar, qaçıb gedir. Veteranların deyir, hanı be? Gədəbəydə hamısını gizlədir. Biz belə kəndə gedək, bir-bir evlər göstərim. Azı bir 40-50-dən ev boşalır. Faiz də uşağı qutarmağını gözləyir. Məcburam. Məcburda qarşısında ailəm də götürəm də çıxam. Hər evin qapısında bir nə aylığım yox, nə də onun malını dolanıram, mal da yox. Malda qoymurlar, döyüş sahəsində kəsiblər qoymurlar. Bilmirəm, məcburam faiz çıxam. Mənim üçün də neçə nəfər ilə getməyiz. Kənd boşalır. Baxdıq qalanlar, həmişə torpağını qoruyanlar gör nə günə qalmışıq, indi onlar gedir. O müharibədən qaçanlar hamısı vəzifədə. Əskər getməm, müharibədən qaçanlar. Biz gör nə vaxt tərk edib getməyə Ne bileyim vasıtı öyle almıştır. Sana gene o tarafta bize çekperler. Böyle çekperler cemaat dört duvar arasında. Yaşamış burada da öləcək. Ancaq şu Ben özüm de veteran adamım ve xəstə adamım. Bak cemaat içinde ben mecbur karşıda gelip ben de ailemi götürürüm çəkdim. Gene de sözü olanlar deyəcək. Ben özüm de Teymur Vələskər, İlyas oğlu, Şah dağımdan. Bak bir Yaşarım, özüm de veteranım. Benim oğlum da bu dəqiqə Kəlbəcərdədir. Benim de mal qara saxlamağa günün birinə çatır. Onu da qoymurlar ki, dolanmağa yolu kəsiblər. Dört duvar arasında cəmaat mecbur qarşısında türmədən çıxartmaq lazımdır bu cəmaatı. Yoksa iki dənə məmurlar ortaya düşüb də, iki dənə balaca xırda məmurlar. Böyüklər arxalanıb da deyir ki, mən buranın vətəndaşını mən tərk edəcəm. Zada deyir ki, meşəkçilərinə zada deyir ki, at yazın deyir, cəmaatı deyir, malınıza qarası yazın deyir, biz cəmaatı köçürdük burada. Buna hara köçməliyik? Niye sebep nedir? Səbəbi budur ki, burada sanator yetişdirəcək. suyumuz temizdir, suyumuzu satacak. Onu koy araştırsınlar, tehlikesiz hizmetine verirlerdi. Her çayını çekelikler orada şelale sallanacak da burası istirahat merkezidir. Neçər mərkəzi, mənim özümü versə ikinci qrupu hərbi ərirəm. Xəstə adamam mən, yoldaşım da xəstədir, oğlum da bu dəqiqə Kəlbəcərdədir. Ən bəl, gəldirən ki, dəyində bilir, buraxırda məmurlar. Qaydı vaxtınayla belə sözlərlə mən təhqir edirlər. Söyle, özdə xəstə 65 yaşım var. Sözün düzünü deyən özdə bir zadar. Biz deputata cəmaatı yığıq da başında olmaqla şəxsən mən.
salmışam. Bu dəqiqə buradadır. Onu zadıma bir tane. Buradadır çeki. Gel qayıtma çeki məndədir. Ona görə də mənə aht yazıblar 2 nəfərə. Bizi sarsıdırlar ki, sen niye cemaati ayağa kaldırırsan? İnsanların gözü Niye cemaati de ayağa kaldırıp da sen zad edirsən? Bana göre de cerme yazırlar, böyle sözlerine tekkirirler, alemde tekkirirler. Böyle şey olmaz, ahırda memurlar, Kim de takdir edeceğim? meşekçileri. Kimse layık verip olacak. Ben bilmiyorum, ne bileyim yağsa ya da Ramik derler, tanımıyorum, Röşen derler, onu tanımıyorum. Ben de onlar değilim, bir salahiyet olan. Röşen kimdir? Röşen deməklərini eşitmişəm ki, Nəbiyev, Vasif, Zəngülü Soğanın kirvəsidir. Mavilidir. Meşen arasında aile olur. Hə, Meşəli dərəsinin adıdır. Özdə bu dəqiqə Vasifin də 6 hektardan çox onun yeri var, bu dəqiqə özdə zəbt Bir elədir. şeyde rast çaldım. Gedəndə də git, Alı bir Alı kimdir? də, o mu? O da Meşəli də Vasif.